Op art, optik artdan danışmaq istəyirəm. 20-ci əsrin ortalarında sənətdə baş verən bir neçə maraqlı yenilikdən biri də bəzi sənət cərəyanlarının duyğulardan çox gözün qəbul etməsinə meyllənməsi idi. Bu, optik art, optik sənət idi. Qısa adıyla desək, op art. Op artda rənglər hisslərin ifadəçisi olmaqdan çıxır, tamaşaçı gözünün optik təcrübəyə daxil olmasını və bu yolla nələrisə dərk etməsinin vasitəsinə çevrilir. Op artın kökləri 19-cu əsrin optika sahəsindəki elmi kəşflərinə qədər gedib çıxır. O dövrdə fiziklərin işığın qırılması, rənglərin bir-birinə təsiri, optik illüziyalarla bağlı araşdırmalar sənətə, sənətçilərə çox böyük təsir elədi. Ancaq bir sənət istiqaməti kimi bu istiqamətin oturuşması ötən əsrin 60-70-ci illərində baş verdi. Xüsusilə 1965-ci ildə New Yorkdakı Müasir İncəsənət Muzeyində açılan Cavab verən göz adlı sərgi bu istiqaməti bütün dünyada məşhurlaşdırdı. Bu sərgi insan gözünün optik oyunlarla necə aldadıla, sənətin bu yolla necə dərinlik yarada biləcəyini göstərdi hamıya. Bu sərgidə ilk dəfə sonradan çox məşhurlaşacaq Julian Stanzak, Bridget Riley və Victor Vasarely kimi sənətkarların əsərləri nümayiş olundu, göstərildi. Bu əsərlərdə elə bir effekt yaradılır ki, hərəkətsiz xətlər hərəkətli kimi görünür. Məqsəd sərgini gəzənlərdə vizual reaksiya yaratmaq idi. Bu, hissi yox, təxminən elmi sənət anlayışıdır. Elmin, həndəsənin qanunları ilə statik, hərəkətsiz olanda hərəkət effekti yaratmaqdır. Tamaşaçını sehrləməkdir bu yolla. Bu cərəyanın ən tanınmış nümayəndələrindən biri Bridget Riley'dir. Onun ağ-qara xətlər, dairələr, dalğalanırmış kimi görünən obrazlar vasitəsilə yaratdığı kompozisiyaları çox böyük marağa səbəb olub. Riley deyirdi ki, mənim üçün təbiət mənzərə demək deyil, vizual güclərin dinamikasıdır. Bu, peyzaj yox, hadisədir. Başqa bir tanınmış sənətçi isə Victor Vasarely'dir. Ona hətta op artın nəzəriyyəçisi də deyirlər. O, riyazi dəqiqliklə həndəsi fiqurlar, naxışlar yaradır. Rənglərin bir-birinə keçidini elə qurur ki, adama elə gəlir ki, bunlar 3 ölçülüdür. Vasarely sənətin gələcəyini sənaye ilə birləşən zəkada görürdü. Onun fikrincə sənət hər bir elmi texniki yenilikdə özü üçün yeni yollar tapmalıdır. Op art əsərlər bir sual doğurur onu izləyəndə. Gördüklərimiz həqiqətdir, yoxsa illüziyadır? Bütün dünya bir illüziyadan ibarət ola bilərmi? Tənqidçilər op art əsərləri soyuq, mexaniki, duyğusuz, hissiz olmaqda tənqid ediblər bəzən. Sənətçilər isə belə cavab veriblər. Həqiqət sizin düşündüyünüz kimi sabit və hərəkətsiz deyil. Göz onu daim yenidən emal edir.